Sizlərə belə bir gözəl, yağışlı, ruzulu, bərəkətli bir gündə çox gözəl, münasib bir qiymətlə təklif olunan şəxsi yaşam məqsədi üçün inşa olunmuş 4 otaqlı kubsalı həyət evimizi təqdim edirəm. Dəyərli izləyicilərimiz, həqiqətən də çox gözəl, yüksək keyfiyyətlə inşa olunmuş bir həyət evidir. Evin çölündən, xarici görünüşündən bilinir ki, bu evdə tikiliş hansı səviyyədə aparılıb. Yəni evin yanları kolondur, hər mərtəbənin kəməri atılıb. Baxın, birinci kəmər, ikinci kəmər, üçüncü kəmər və eyni zamanda evin yan hissələri 4 bir tərəfdən kolondan istifadə olunub. Yerləşmə yeri də hündür, qapıyacan yolu asfalt və ən əsası marşrut dayanacağından, asfalt yoldan, marketdən hardasa 10 metrlik məsafədə yerləşir. Yaxınlığında zəruri olan bütün yaşayış üçün obyektlərlə təchiz olunmuş çox ideal bir yerdədir. Yəni evin həyətindən marşrutun səsini də eşitmək mümkündür. Bu havada, yağışlı havada bu evi çəkməyimizdə məqsəd ondan ibarətdir ki, yəni bu təklifdən siz də yararlanasınız. Bu videoya baxmısınızsa mütləq şəkildə gəlin ki, çünki bu qiymətə yaşayışlı, təmirli, şəxsi tikili ev tapmaq çox çətindir. Həyətin kosmetik təmir işləri qalır. Qoşadaşla tikilib, həyətyanın sahəsinə bir neçə avtomobil tam rahat şəkildə daxil ola bilir. Baxın, yolu da asfaltdır. Yol asfalt, marşrut baxın buradan keçir. Evin daxili isə aboya tam hazır vəziyyətdədir. Zövqə görə aboyda vurdura bilərsiniz, emulsiya da çəkdirə bilərsiniz. Plekanları hazır vəziyyətdədir. Baxın, bu gördüyünüz döşəmə hissəsi istopoldur. Hər mərtəbənin kəməri atılıb. Həqiqətən də yəni, özünə şəxsi tikili, yaxşı ev axtaran alıcılar üçün çox gözəl bir təklifdir. Bu hissədə yerləşir evimizin gözəl mətbəxi, tavanacan yığılmış mətbəx hissəsi, eyni zamanda mətbəx də istopolla təchiz olunub. Çox gözəl təklifdir. Yəni dönə-dönə qeyd edirəm ki, bu təklifdən yararlanın. Hal-hazırda bu qiymətə, evin də qiyməti 110 min manata təklif olunur. 110 min manata belə geniş həyətyanı sahəsi olan, bu keyfiyyətlə tikilmiş, şəxsi tikili, yolu asfalt olan bir həyət evi yoxdur. Masazır qəsəbəsində General Akim Abbasov küçəsi 569 nömrəli marşrut yolundan 5-6 addımlıq məsafədədir. Burada evimizin sanuzelidir, duş kabini üçün gördüyünüz kimi yerdə ayrılıb, tam təchizatlı, super təklifdir, super. Bu təklifdən bir dönə-dönə qeyd edirəm ki, yararlanın. Qaz, su, işıq, kanalizasiya, sənədlər qaydasında da çıxarışdır, kubçadır, notarial qaydada alqı-satqı olacaq. Tavan spotda gizli işıqlarla bəzədilib, döşəməsi faskal laminatdır. Qonaq otağın sağ-sol hissəsinə kombi batareyaları quraşdırılıb, kifayət qədər geniş otaq sahəsinə malikdir. Masazır qəsəbəsində yerləşir və bu həyət evimiz satışda çox qalmayacaq. Evin sadəcə, yəni kosmetik cüzi təmir işinə ehtiyac lazımdır. Yenə də qiymətdə razılaşma olacaq və bunu da qeyd edim ki, evimiz 110 min manata təklif olunur. Real alıcılarla qiymətdə real razılaşmaq olacaq. Və evimizin ikinci mərtəbəsidir. İkinci mərtəbəsində yerləşir bizdə yataq otaqları. Bütün otaqlarda pəncərələrin qabağı açıqdır. Baxın, bura digər bir yataq otağıdır. Bura evin damına çıxışdır. Da sanuzeldir. Və burada da sonuncu yataq otağıdır. Bir daha da sizlərə məlumatı dönə-dönə qeyd edim. Ev yerləşir Masazırda 110 min manata təklif olunur. 110 min manata şəxsi tikili 4 otaqlı, kubçalı həyət evidir. Çox gözəl, çox münasib bir təklifdir. Yolu asfaltlı, hündür yerdədir. Əşyalarla satılır. Bütün əşyalar qalır. Bütün əşyalar qalır, yəni hətta əşyalarla birlikdə satılır. Qazı, suyu, işığı, kanalizasiyası var, hündürdədir. Yəni həyət evinə aid olan bütün xüsusiyyətlər bu evdə cəmləşib. Kolonlar, kəmərdən istifadə olunub. Yüksək səviyyədə tikilmiş bir evdir. Sadəcə kosmetik təmirə ehtiyacı var. Özünə şəxsi tikili, yəni yaxşı ev axtaran alıcılar üçün yaxşı yerdə ən gözəl təklifdir. Buyurub zəng edib maraqlana bilərsiniz və bu ev satışda çox qalmayacaq.